Güclü kiber təhlükəsizlik sistemi milli sabitliyin və davamlı inkişafın əsas təminatıdır. Azərbaycanda informasiya resurslarının qorunması, dövlət qurumlarının müdafiəsi məhz xüsusi rabitə və informasiya təhlükəsizliyi dövlət xidməti tərəfindən kompleks şəkildə təmin olunur. Strateji infrastrukturun fasiləsiz fəaliyyəti üçün risklərin qiymətləndirilməsi, monitoring, operativ reaksiya mexanizmləri də təbii ki tətbiq olunur. Müasir dövrdə müharibə təkcə silahla deyil, informasiya məkanında da aparılır. Dövlət məlumatlarının qorunması, informasiya rabitəsinin təhlükəsizliyi isə milli təhlükəsizliyin əsas sütunlarındandır. Azərbaycanda bu mühüm işi xüsusi rabitə və informasiya təhlükəsizliyi xidməti həyata keçirir. 90-cı illərdə rabitə və texniki bölmə kimi yaradılan qurum sonralar şöbə, departament kimi fəaliyyət göstərib. Bugünkü xidmətin təməli isə 2012-ci ildən qoyulub. Xüsusi rabitə və informasiya təhlükəsizliyi dövlət xidməti dövlət qurumlarında informasiya təhlükəsizliyinin təmin olunmasına nəzarət edən və bu sahədə siyasəti müəyyən edən mərkəzi icra hakimiyyəti orqanıdır. Elə bu vəzifədən də irəli gələrək həm sahə üzrə qanunvericiliyi aktlarının təhlükəsizlik tələblərinin formalaşdırılmasını həyata keçirir, həm bu tələblərin qurumlarda icra vəziyyətinə nəzarəti və təhlükəsizlik auditlərini icra edir, həm də dövlət qurumlarında ümumi təhlükəsizlik vəziyyətinə 24/7 monitorinqini artıq 2012-ci ildən fəaliyyət göstərən və böyük təcrübəyə malik SOC mərkəzi ilə reallaşdırır. Ölkədə demək olar ki, hər gün minlərlə kiber hücum cəhdi qeydə alınır. Bəzisi sadə virus, bəzisi isə mürəkkəb kiber əməliyyatlar olur. Amma operativ müdaxilə ilə problem aradan qaldırılır. Bu data mərkəzdə qurulmuş müasir mühafizə avadanlıqları vasitəsilə dövlət qurumlarına qarşı potensial kiber hücumların qarşısı alınır. Xidmətimiz dövlət qurumlarında risklər reyestrinin vəziyyətinin qiymətləndirilməsi, onların aparılmasının doğru və ya yanlış olduğuna rəy verilməsi istiqamətində dövlət qurumlarında auditlərə başlayacaqdır və bu auditlərin və yoxlamaların nəticəsi olaraq toplanmış risklər qiymətləndirilərək, analiz olunaraq ölkəmizdə informasiya təhlükəsizliyindəki ümumi risklər nədən ibarətdir, bu istiqamətdə hansı addımlar atılmalıdır və eyni zamanda biz dövlət qurumlarına necə metodiki və ya texniki köməklik göstərə bilərik ki, bu risklər aradan qaldırılsın. Əgər bir ölkə güclüdürsə, onun informasiya bazaları da daim maraq dairəsindədir. Ölkəmizdə kritik informasiya infrastrukturlarının monitoringi isə kiber təhlükəsizlik mərkəzlərində həyata keçirilir. SOC mərkəzi 2012-ci ildən fəaliyyətini 7/24 monitoring rejimində həyata keçirir və bu mərkəzlər, belə deyək, Umbrella SOC rolunda çıxış edərək digər dövlət qurumları və o cümlədən kritik infrastrukturlarda yaradılmış SOC mərkəzlərini öz çətiri altında yerləşdirərək bütün anomaliyaların mərkəzi şəkildə analizini həyata keçirir. CERT isə kiber hadisələrin istintaq və reaksiya mərkəzidir. Ötən il tərəfimizdən bir sıra xarici xüsusi xidmət orqanları ilə çalışan kiber qruplaşmaların ölkəmizdəki fəaliyyətini aşkarlamışdıq və bu barədə Cənab Prezidentə xüsusi hesabat da təqdim etmişdik. Aşkar etdiyimiz kiber hücumları digər kiber hücumlardan fərqləndirən əsas tərəfi onların siyasi motivli olması və bir sıra nazirliklərdə müavin səviyyəsində yüksək vəzifəli şəxsləri hədəf alması idi. Xidmət süni intellektdən istifadə sahəsində də dövlət qurumlarının informasiya təhlükəsizliyini qiymətləndirən, qurulacaq həllərin kiber təhlükəsizliyinə rəy verən əsas qurumdur. Bu isə o deməkdir ki, gələcəyin rəqəmsal təhlükəsizliyi də nəzarətdədir. Nərmin Malik qızı, Bağır Kərimov, ASTV xəbər.